Salam, hər birinizi xoş gördük. Bugün deməli inanılmaz bir hekayədən danışacağıq. Söhbət kiçik bir tayfanın necə olub da dünyanın ən böyük imperiyalarından birinə çevrilməsindən gedir. Bəli, Osmanlı imperiyasının yüksəlişindən. Gəlin birlikdə bu möhtəşəm tarixə səyahət edək. Yəqin ki, çoxunuzun ağlına gələn ilk sual budur. Necə oldu ki, Anadolunun bir küncündəki kiçik bir beylik qısa müddətdə 3 qitəyə hökm edən nəhəm bir gücə çevrildi? Bax, bütün bu izahatın mərkəzində məhz bu sual dayanır. Cavabı isə əslində bir neçə amilin birləşməsindədir. Cəsarət, dahi strategiya və bəlkə də ən vacibi, doğru zamanda doğru yerdə olmaq. Hər şeyin başladığı nöqtəyə gedək. Təsəvvür eləyin, Anadolu. Bir vaxtların qüdrətli Səlcuq imperiyası artıq zəifləyib, ortada böyük bir güc boşluğu yaranıb. Məhz belə bir qarışıq dövrdə Mərkəzi Asiyadan gələn Oğuz tayfaları da özlərinə yeni bir yurd axtarışındadılar. Baxın, bu xronologiya hər şeyi çox aydın göstərir. Deməli, 13-cü əsrdə Monqol təzyiqindən qaçan Qayı tayfası Ərtoğrulun rəhbərliyi ilə Anadoluya gəlir. Səlcuq sultanı da onlara Bizansla sərhəddə Söyüd deyilən bir ərazidə yer verir. Ərtoğrul bəydən sonra isə səhnəyə oğlu Osman çıxır. Osman görür ki, Səlcuqlar artıq köhnə gücündə deyil. O da bu fürsətdən istifadə edərək 1302-ci ildə müstəqilliyini elan edir və beləcə öz adını daşıyacağı o böyük dövlətin ilk təməl daşı qoyulur. Yaxşı, təməl qoyuldu. Amma bu hələ başlanğıc idi. Bu kiçik beyliyin böyüməsi, hətta sağ qalması üçün güclü liderlər lazım idi və ilk sultanlar bu işin öhdəsindən demək olar ki, məharətlə gəldilər. Osmanın oğlu Orxan Qaziyəyə baxaq. O, təkcə torpaq fəth etmədi, əsl dövlət qurdu. Nələr etdi? Birincisi, strateji əhəmiyyətli Bursa şəhərini alıb paytaxt etdi. Sonra ilk Osmanlı donanmasını yaratdı, dənizlərə çıxdı və ən əsası Gelibolu'nu alaraq Avropaya ilk addımı attı. Bu çox vacib bir məqam idi. Üstəlik, dövləti paşalıqlara sancaqlarına bölərək nizam-intizam yaratdı ki, bu böyümə dayanıqlı oldu. Baxın, bu xəritədə Orxanın o dahi gedişini daha aydın görmək olur. Paytaxtın Söyüddən Bursaya köçürülməsi əslində təsadüfi bir seçim deyildi. Niyə? Çünki Bursa həm vacib ticarət yollarının üstündə idi, həm də, diqqət edin, Bizansın ürəyi olan Konstantinopol'a çox yaxın idi. Yəni bu addım elə o vaxtdan gələcək hədəflərin bir siqnalı idi. Orxan Qazinin Avropaya açdığı o kiçik qapı, ondan sonraki sultanlar, yəni 1-ci Murad və 1-ci Bəyazid dövründə artıq böyük bir fəth hərəkatına çevrildi. Artıq bütün diqqət, bütün güc qəti şəkildə Balkanlara yönəlmişdi. Bu iki sultanın dövrü sanki bir film kimidir. Möhtəşəm zəfərlər və dəhşətli bir fəlakət. Murad, sultan titulunu ilk dəfə istifadə edən şəxsdir. O, Ədirnəni fəth edib Avropa paytaxtı edir və Osmanlıları Balkanlarda köklü bir gücə çevirir. Oğlu İldırım Bəyazid isə adı kimi ildırım sürəti ilə hərəkət edir. Niqopluda bütöv bir Səlifçi ordusunu məhv edir. Amma hər hekayədə bir amma var. Bəyazidin şərqdə Əmir Teymurla qarşılaşması, Ankara döyüşündəki o ağır məğlubiyyət dövləti az qala məhv edir və beləcə Fetrət dövrü adlanan o qaranlıq illər başlayır. Ankara fəlakətindən sonra o dağılmış dövlət nəsə bir möcüzə ilə yenidən ayağa qalxdı və sonra səhnəyə Osmanlı tarixinin, bəlkə də bütün dünya tarixinin gedişatını dəyişəcək bir sultan çıxdı. İkinci Mehmet. Bax, onunla birlikdə artıq dövlət sözü kiçik qalır. Biz imperiyadan danışmağa başlayırıq. İkinci Mehmetin isə ağlında yalnız bir hədəf var idi. Minillik Bizans imperiyasının paytaxtı 2-ci Roma adlanan Konstantinopol. Bu, sadəcə bir şəhər deyildi, yox, bu bir simvol idi. O şəhərə almaq bütün dünyaya yeni hökmüdar mənəm demək idi. Və o, tarixi il gəlib çatdı, 1453. Aylarla sürən mühasirənin sonunda şəhər süqut etdi. Bu hadisə təkcə bir dövləti imperiyaya çevirmədi. Bu, bir dövrü bağlayıb yenisini açan bir hadisə idi. Tarixçilər buna görə Orta əsrlərin sonu deyirlər. Bu fəthdən sonra 2-ci Mehmet artıq Fatih ləqəbini qazanmışdı. O, şəhərin adını İstanbul qoydu və paytaxtı bura köçürtdü. Xəritəyə bir də baxın, İstanbulun yerləşdiyi mövqeyə diqqət edin. Avropa ilə Asiyanın tam qovuşuğunda. Bu, yeni imperiya üçün bundan daha ideal bir mərkəz ola bilməzdi. Amma torpaqları fəth etmək bir işdirsə, o nəhəng əraziləri idarə etmək tamamilə başqa bir işdir. Fatih Sultan Məhməd də bunu çox yaxşı bilirdi. Məhz buna görə o, Qanunnamə adlanan bir qanunlar məcəlləsi yaratdı. Bu sənəd demək olar ki, imperiyanın konstitusiyası idi. Hər şeyin necə işləyəcəyini müəyyən edirdi.
Fatihin qurduğu o möhkəm təməl üzərində imperiya öz qızıl dövrünü yaşadı və bu qızıl dövrün adı şübhəsiz ki, Sultan Süleyman idi. Avropalıların möhtəşəm Süleyman öz xalqının isə qanuni adlandırdığı o əfsanəvi sultan. Süleymanın dövrü həqiqətən də Osmanlı gücünün zirvəsi idi. Fəthlərə baxın, Belqrad alındı, Maxaçda bütün Macar ordusu darmadağan edildi. Ordular Avropanın ürəyi Viyananın qapılarına qədər gedib çıxdı. Şərqdə Səfəvilərlə mübarizə aparıldı. Aralıq dənizi demək olar ki, bir Osmanlı gölünə çevrildi. Hətta uzaq Fransa ilə belə strateji ittifaqlar quruldu. Yəni, sözün əsl mənasında bir qızıl çağı idi. Yaxşı, bu qədər fəthdən, bu qədər böyümədən danışdıq. Amma adamın ağlına bir sual gəlir. Bu nəhəng mexanizm necə işləyirdi? Bütün bu fərqli xalqları, torpaqları bir yerdə saxlayan o sistem nə idi? Gəlin indi biraz da imperiyanın daxili quruluşuna, yəni onun idarə etmə sisteminə baxaq. İdarəçilik sistemi əslində bir piramida kimi idi. Baxın, ən təpədə əlbəttə ki, mütləq gücə sahib olan sultan dayanırdı. Ondan sonra gələn ikinci şəxs, yəni baş vəzir, demək olar ki, bütün idarəçiliyə nəzarət edirdi. Mühüm dövlət məsələlərinin müzakirə edildiyi yer divan idi. İmperiyanın bütün maliyyə işlərinə, yəni xəzinəyə isə dəftərdar baxırdı. Çox aydın və nizamlı bir sistem, elə deyilmi? Osmanlı ordusunun uğurlarının arxasında isə çox xüsusi bir qüvvə dayanırdı. Yeniçərilər. Bu sistem həqiqətən də unikal idi. Əsasən valideynsiz uşaqlardan yığılan bu dəstə xüsusi məktəblərdə ən elit təlimi keçirirdi. Onların həyatda tək bir məqsədi var idi, sultana xidmət etmək. Onların nizam-intizamı və birbaşa sultana olan bu sadiqliyi Osmanlı ordusunu dövrün digər ordularından qat-qat güclü edirdi. Bəs iqtisadiyyat necə fırlanırdı? İmperiyanın iqtisadi motoru əslində torpaq idi. Sistem belə işləyirdi. Dövlət, əskərlərə və məmurlara xidmətlərinə qarşılığında maaş əvəzinə torpaq verirdi. Buna timar və ya ziyamət deyilirdi. Həmin adamlar da o torpaqdan vergi toplayırdılar. Torpağı becərən və vergini ödəyən sadə xalqa isə rəiyyət deyilirdi. Bu sistem deməli dövlətin xəzinəsinə toxunmadan nəhəng bir ordu saxlamağa imkan verirdi. Çox ağıllı bir sistem idi. Beləliklə, birlikdə kiçik bir bəylikdən nəhəng bir imperiyaya uzanan o möhtəşəm yolu addım-addım izlədik. Gördük ki, mükəmməl işləyən idarəçilik, güclü ordu və ağıllı torpaq sistemi bu yüksəlişi mümkün edib. Amma bilirsiniz, tarix bizə bir şeyi öyrədir. Hər sistemin həm güclü, həm də zəif tərəfləri var. Bəs bu möhtəşəm quruluş, bu qədər uğur gətirən bu sistem gələcəkdə imperiyanın taleyini necə formalaşdıracaqdı? Bax bu, artıq başqa bir söhbətin mövzusudur və üzərində düşünməyə dəyər.